Yeni bir video ile hər birinizi salamlayıram əziz izləyicilərim. Amma bu dəfə shorts videosu deyil, uzun video ilə. Bilirsiniz, mən ancaq, yəni takipçilərim bilir artıq, mən ancaq shorts videosu paylaşırdım kanalımda. Əslində mənim kanalım həm mətbəx təmizliyinə aid, həm də tort videolarına aid olan bir kanaldır. Yəni açarkən hər ikisinə aid açmışdım ki, ikisini də paylaşacağam. İstədim bu dəfə mətbəxdə təmizlik edərkən sizlərlə də çəkib paylaşım. Mən demək olar 2 gündən bir qablarımı çalışıram ki, xlora qoyum. Ən əsasda stəkanları. Çünki bilirik ki, çay içilir deyə və çay içində biraz da qalsa stəkanlar çox tez saralır və çox pis görüntü olur. Bunu nəzərə alaraq çalışıram tez-tez stəkanlarımı xlorlayım. Yəni bu zaman çox təmiz olur və özümü çox rahat hiss edirəm. Və hər dəfə axtarıram qabların içində də, yəni saralmış qabları da qoyuram. İstər-istəməz qablarda da sarılıq olur. Saralmış qabları da qoyuram xlora, xlorlayıram, yaxşıca yuyuram və qoyuram kənara, suyu süzülsün. Mənim əvvəlki mətbəx mebelімdə moykam 2 tərəfli idi. Bu dəfə dəyişiklik olsun deyə istədim tək moyka, 2 tərəfli olmayan moyka eləyim. Bu zaman da əslində biraz mənə çətin olur. Çünki hər dəfə qabları yuyanda ya çay dəsmallarından istifadə edirəm, ya da ki, su çəkən var məndə. Ondan istifadə edirəm. Amma yenə də istər-istəməz suyu qabların töküləndə su olur da. Sadəcə fərqlilik üçün etmişdim, amma belə də rahatdır yəni mənim üçün. Ardınca mən həmişə mütləq Uvanikin arxasındakı kafeli, ümumiyyətcə mətbəxdəki kafeli hər dəfə silirəm iş görəndən sonra. Çünki yemək bişirəndə yağ sıçrayır, qabı yuyanda su sıçrayır. Çalışıram ki, hər dəfə silim təmiz olsun. Daha sonra qabları yerbəyer edirəm, hərəsini öz yerinə qoyuram. Mətbəx mənim üçün çox önəmlidir, çox mətbəximin, ən çox da mətbəximin təmizliyi. Çünki mətbəx bilirik ki, ən çox iş görülən yer elə mətbəxdir. Buna görə də mətbəx çox batır. Burada da qaşıq yerimi, sürməmi düzəldirəm. Mən qaşıq qabı almamışam. Hər dəfə deyirəm qaşıq qabı alım özümə bir dəfə. Hər dəfə unuduram almağı. Ona görə də hələ də ala bilməmişəm. Amma yenə də altına çay dəsmalı sərirəm və üstdən də dağıldıqca sərgəli şəkildə çalışıram ki, yığım. Daha sonra mən qrafinkaya suyu əlavə edirəm. Bizdə duzlu sudur, krantımızdan gələn su duzlu sudur da, təmiz su gəlmir. Ona görə biz təmiz suyu belə qablarda istifadə edirik. Ardınca mən hər gün olduğu kimi ən azı gündə 3 dəfə qaz sobamı silirəm, təmizləyirəm və dəmirlərini də mütləq şəkildə yuyuram. Burada səhər-səhər yumuşdum deyə daha yumadım. Tərtəmiz idi yəni. Və daha sonra çayımı qoyuram və sonunda mətbəxim tərtəmiz olur. Bu da mətbəximin sonuncu tərtəmiz halı. Məni izlədiyiniz üçün çox təşəkkür edirəm. Əgər həqiqətən bəyəndinizsə bəyənməyi, kanalıma abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.